Hər vaxtınız xeyir, əziz izləyicilər. Bugün mən sizə Fatihə surəsinin möcüzələrini və 7 çakranın aktivləşməsi ilə əlaqədar sizə bugün meditasiya edəcəyəm. Diqqətiniz məndə olsun. Fatihə surəsinin dərin mənəvi enerjisi ilə 7 çakranın harmonik şəkildə aktivləşməsi yönəlib nəfəs terapisi, zikir, vibrasiyası və ruhun sakitləşdirilməsi yolu ilə bədən, ağıl və şuur balanslaşır. Gəlin başlayaq. Rahat bir otaq seçin, sakit və uzanaraq və ya rahat oturaraq, onurğa düz qalmaq şərti ilə gözlərimizi yumuruq, bədənimiz boşalır, ruhumuz Allaha təslim edirik. 3 kərə dərindən nəfəs alırıq, nəfəsimizi buraxırıq. Nəfəs alırıq, nəfəsimizi buraxırıq. Təkrar nəfəs alırıq və nəfəsimizi buraxırıq. Bədən yüngülləşir, zaman dayanır. Ruhun sükutda daxil olur. Bu an sən yalnız bədən deyilsən. Sən enerji, nur və ilahi nəfəsindən ibarətsən. Birinci mərhələ kök çakradır. Yeri qırmızı rəngdə. Kök çakranın oyanışı yer enerjisinə təslimiyyətidir. Diqqətini ayaqların dizlərinə, oturduğun yerə gətir. Yer səni saxlayır. Yer səni qucaqlayır. Qorxu çözülür, güvən doğulur. Bu an dərindən nəfəs al, 10 saniyə nəfəsini tut. Sayırıq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Sakitcə söylə. Bismillahirrahmanirrahim. Bu söz kökünə enir. Şuurun dərin qatlarına toxunur. Bütün qorxular torpağa axır. Sən artıq güvəndəsən. Sən köklənmisən. İkinci çakra. Sağ əlimizi göbək qismına qoyuruq. İkinci çakra portaxal rəngdədir. Rəngi düşünürük. Sakral çakranın şəfası, hisslər, sevgi və yaradıcı axın. Diqqətini qarnın altına yönəlt. Göbəkdən 2 barmaq aşağı. Orada yumuşaq, narıncı nur açılır. Keçmiş duyğular, ağrılar, kədər, bərkiyib qalmış xatirələr, hamısı nəfəs ilə yumuşalır. Bu anda dərindən nəfəs al, 10 saniyə nəfəsini tut. Sayırıq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Nəfəsini yavaş-yavaş burax. Elhamdülillah Rabbil aləmin. Şükür enerjisi axır. Duyğular azad olur. Sevgi yenidən hərəkətə gəlir. Ruhun su kimi axır. İkinci çakra aktivləşir. Bu an yuxarıya doğru qalxmağa başlayırıq.
Bu mədə çakrası 3-cü çakradır. Günəş mərkəzi, iradə, güc, daxili alov. Diqqəti mədənin üzərinə gətir. Sağ əlini mədə üstə qoy. Sarı rəng, qızılı sarı rəng olaraq düşün. Orada qızılı günəş parlayır. Əvvəllər zərif hiss etdiyin anlar, şübhə, özünə inanmamaq, zamanlar, hamısı bu işıqla həll olunur. Və bu an dərindən nəfəs alırsan, nəfəsini 10 saniyə tutursan. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Və yavaşca söylə. Ər-Rəhmanir-Rəhim. Mərhəmət, gücə çevrilir, iradən möhkəmlənir. Sənin gücün Allahın nurundan gəlir. Sən kifayətsiz deyilsən. Sən tamamlanırsan. Artıq 3-cü çakramız aktivləşdi. Bu an yuxarıya doğru əlimizi qaldırırıq. 4-cü mərhələ, 4-cü çakra ürək çakrasıdır. Yeri yaşıl rəngdədir. Bağışlama, şəfa, sevgi, diqqətini ürəyinə gətir. Sinə dərinliyində yaşıl bir bağ açılır. Burada köhnə yaralar gizlənib, saxladığın sözlər, söylənməyən ağrılar, onlar nəfəsinizdə tıkanıb qalmış. Bu an dərindən nəfəs alırıq. Nəfəsimizi 10 saniyə tuturuq, sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Sakitcə söylə. Malikin Yevmiddin. Allahın ədaləti ürəyə sabitlik gətirir. Vicdan sakitləşir. Keçmişi buraxılır. Sən bağışlayırsan. Sən affedənsən. Və bu an sən azad olursan. 4-cü çakranız aktivləşir. Bu an əlimizi boğazımıza doğru yuxarıya qaldırırıq. 5-ci mərhələ boğaz çakrası, həqiqət, səs, ifadə, diqqətini boğaza yönəlt. Orada mavi nur açılır. Uzun illər susduğun sözlər, qorxudan saxladığın həqiqətlər indi azad olur. Bu an dərindən nəfəs al, nəfəsini yavaş-yavaş saymağa başlayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yavaşca nəfəsimizi buraxırıq və həzin səslə söyləyirik. İyyaka na'bud və iyyaka nəstəin. Səsin təmizlənir, sözlərin nurla dolur. Sən həqiqəti qorxmadan ifadə edirsən. Səsin ruhunun nəfəsidir. Səsin aydınlaşır. Artıq səsin ucalır və sən haqqını tələb edə bilirsən artıq. Sən sözlərini söyləyə bilirsən. Sən artıq azadsan.
Beşinci çakramız artıq aktivdir. Çox şükür. Bu an əlimiz alın bölgəsinə qalxır. 6-cı mərhələ, 3-cü göz, idrak, intuisiya, ilahi görmə, diqqətini qaşların arasında, ortada olan nöqtəyə gətir. Orada dərin indigo işıq yanır. Zehin sakitləşir. Düşüncələr duman kimi dağılıb gedir. Əsl görmə başlayır. 3-cü göz aktivliyi yaranır. Bu an dərindən nəfəs alın və nəfəsinizi 10 saniyə tutun. Sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yavaş-yavaş nəfəsimizi buraxırıq. İçinizdə söyləyin. İhdinən sıratal müstəqim. Qəlbinlə görürsən, həqiqəti hiss edirsən. Ruhun doğru yola yönəlir. Sükutda hikmət açılır. 3-cü gözün aktivləşir. Bu an nurun açılır, beynin aktivləşir. İndi əlimizi başımızın üstünə, tac çakraya yönəlirik. 7-ci çakra rəngi ağ rəngdədir. Birlik, nur, təslimiyyət. Diqqətini başının təpəsinə yönəlt. Göy qapılar açılır. Sən yuxarıdan axan nurla birləşirsən. Sərhəd yoxdur. Ayrılıq yoxdur. Sən vahid enerjini bir parçasısan. Və bu an dərindən nəfəs alırıq. Nəfəsimizi 10 saniyə tuturuq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Nəfəsimizi yavaş-yavaş buraxırıq və içində söylə. Sıratəl-ləzinə ən'əmtə əleyhim qayrul məqdubu əleyhim vələddalin. Amin. Nur bütün bədənə yayılır. Hər hüceyrə işıqla dolur. Ruhun sakit, dərin, güclü olur. Tamamilə rahatlıq gəlir. Səfər tamam deyil. Səfər indi yenidən başlayır. Bədənin hiss edir. Bu an vücudun, çakraların aktivləşir. Bu an dərindən nəfəs al 3 kərə. Nəfəsini burax. Nəfəs al və nəfəsini burax. Bədən hiss edir, ayaqların, əllərin nəfəsini yerə köklənir. Sakitcə, rahatlıqla ruhum nurda, ürəyim sülhdə, yolum haqda olsun. Və yavaş-yavaş gözlərinizi hazır olduqda açın. Hər birinizə şifa olsun. Mesaj bölməsində bu sözləri yazmağı unutmayın. Ruhum nurda, ürəyim sülhdə, yolum haqda olsun. Amin. Mesaj bölməsində əlavə sözlərinizdə yazmağı unutmayın və bəyəni tıklığına tıklamağı unutmayın.
gözləmədə qalın. Yeni meditasiya videolarımız ardı gəlir. Hər birinizə Yaradana təşəkkür etməyi də unutmayın. Yaradana təşəkkür edirəm və ruhuma təşəkkür edirəm. Məni sizinlə qarşılaşdırdığı üçün Yaradanıma təşəkkür edirəm və ruhuma təşəkkür edirəm. Amin. Hər birinizə şifa olsun, mənim əziz izləyicilərim. Sağ olun.